Əgər nə vaxtsa işinizin pis olduğunu düşünmüsünüzsə, sadəcə xatırlayın, siz Böyük Çin səddinin fəhləsi deyildiniz. Eramızdan əvvəl 220-ci il Çin parçalanıb, 7 krallıq döyüşür, yanır, dağılır. Nəhayət bir adam hamının üzərindən yüksəlir. Qin Shi Huangdi, Birləşmiş Çinin ilk imperatoru. O, əbədi hökmranlıq etmək istəyir, lakin imperiyanın xaricindəkilərdən daha çox qorxur. Köçərlər, basqınçılar, şimaldan gələn xaos. Buna görə də o bir qərar verir, divar tikmək, sərhəd deyil, bütün dünyanı kənarda saxlamaq üçün bir nəhəng. Beləliklə, o düşmənlərini yığır və onları fəhləyə çevirir. Milyonlarla fəhlə göndərilir, fermerlər, məhbuslar, alimlər, danışmağa cəsarət edən hər kəs. Onlar yandırıcı günəş altında kərpic düzürlər. Donmuş küləklər, aclıq, 10 minlərlə itki. Bəziləri divarın içərisində dəfn edilir, amma divar böyüyür və imperiyada böyüyür. Sülalə ardınca sülalə onu yenidən qurur, genişləndirir, nəhayət o 21 min kilometrdən çox məsafəyə qədər uzanır.